Mehriban vəzir, sətirlərin göz yaşına bax. Biz nə etməliyik? Murtuza Muxtarov ismi hamıya bəlli deyil. Amma Səadət Sarayı deyəndə əvvəllər hamı bilirdi söhbət kimdən və nədən gedir. İndi o ev Səadət Sarayı deyil. Nə olacaq, kimin olacaq o da bəlli deyil. Və olacaq əhvalat o evin taleyindəki son səhifə də deyil. Amma kaş ki, o binaya Murtuza Muxtarovun evi ad veriləydi. Çünki Murtuza ağa son bir etiraf məktubuna görə buna haqq etmişdir. Bəlli olduğu kimi Murtuza Muxtarov bolşeviklərə təslim olmayıb, son nəfəsinə qədər atışıb və evində qətlə yetirilib. Sabahı bəlli olamayan dünənki o Səadət Sarayında ev sahibinin tarix üçün o qan hələ qurumayıb, nahaq qanı tökülüb. Murtuza Muxtarov bu son döyüşdə öləcəyini bilirdi. Amma qərarı qəti idi, təslim olmayacaqdı bolşeviklərə. Bolşeviklər axırıncı dəfə qapısını çalana qədər iş otağında, masa arxasında oturub bu sözləri yazır. Bakı neftindən böyük pullar qazandıq. Ağla gəlməz qədər böyük pullar. Həmin pullarla Bakını alınmaz bir qalaya çevirə bilərdik. Amma biz neynədik? Bu şəhəri əyləncə, qumar, kazino mərkəzinə çevirdik. Bu da nəticəsi. Sətirlərin göz yaşına bax, hələ də qan ağlayır. Bundan sonra qurşun səsləri aləmi bürüyür və bir dönəm bitir. Tarixin səhifəsi bir nəfər üçün deyil, bir xalq üçün qanla, qətillə sona yetir. Murtuza Muxtarov və onun kimi baş bilənlərimiz anlayanda iş işdən keçmiş olur. Bakını əyləncə mərkəzinə çevirən neftxudalar nəinki saraylarının, hətta bir qol saatının belə oğul uşaqlarına, nəvə nəticələrinə qalmayacaqlarını heç ağıllarına gətirmirdilər. Dünya mənimdir deyirdilər. Elə indikilər kimi. Paltar palazlarının, qaş daşlarının, evlərinin sayını itirən və gözü doymayan arvadlar da elə o kişilərin günündə idilər. O da eyni ilə indikilər kimi. İnsan çoxmu dəyişib? O, bugün 100 il əvvəlkindən nə ilə fərqlənir? Zənginlər Murtuza Muxtarovu tanıyırlarmı? Son məktubunu oxuyurlarmı? Vətəni alınmaz qalaya çevirmək üçün nələr elədilər? Axı o kişi o məktubu özü üçün yazmamışdı. Özündən sonra gələn zənginlər, yəni məhsullar üçün yazmışdı. Öz taleyini göstərib Bakını əmanət etmişdi. Edə bilmədiklərini xələflərinə tövsiyə etmişdi. Zəngin zümrənin harınlığının faciə ilə bitən sonluğundan danışmışdı. Vətən və vətənpərvərlik anlayışının eləcə şüar olmadığını qanı ilə yazmışdı. Bugünkü zənginlər Murtuza Muxtarovun o qanlı məktubunun deyil, o qanlı evin peşindədirlər yəqin ki. İnsan dəyişə bilmir. Qılı qiyafəti, arabası dəyişir, zatı dəyişmir. Yaxşı, bunlar bəlli. Bəs biz nə etməliyik? Bu qədər acı təcrübəsi olan bir xalq nə etməlidir? Bu xalqın zənginləri, boynunda məsuliyyəti olanları, düşünənləri nə etməlidir? Alimi, ziyalısı, məmuru nə etməlidir? Bəli, Bakını alınmaz bir qalaya çevirməliyik. Bu qalanın uzaq görən və uzaq vuran bürcləri olmalıdır. Bugün üçün bu bürclərdən biri təhsildir, o biri elmdir, mədəniyyətdir, maarifdir, səhiyyədir, azad sözdür, ədalətdir, qanundur, demokratiyadır, vətənpərvərlikdir, cəsarətdir, ləyaqətdir, şərəfdir, xalqın rifahıdır, dürüstlükdür, halallıqdır. Sual edirəm, sayılan bürclərin hansı ayaqdadır, hansı dimdikdir, hansı yenilməzdir? Heç xəbərimiz varmı ki, biz bu şəhəri, yəni bu vətəni nə günə qoymuşuq? Avropa ilə Asiya arasında altın qapı olan bu vətən, bizə taley yazılan bu zavallı vətən hansı yel döyənə dözə bilər bu sınıq-salxaq halıyla? Təəssüf ki, tarix təkrar oluna bilər. Şəklindən və şərtlərindən asılı olmayaraq. Təkrar. Və biz zorla həmin təkrara, daima dönməkdə olan şeytan çarxına doğru sürükləyirik bu vətəni. Bəlkə də bugünkü harınlardan kimlərsə döyüşəcəklər, kimlərsə bənzər mətinli məktublar yazacaqlar, kimlərinsə nəsilləri yenə də küçədə dilənəcəklər, yaxud böyük banklarda yatan böyük paraların kiçik varisləri olaraq küncdə bucaqda sakitcə qətlə yetiriləcəklər. Amma uduzan hamı olacaq, hamı, istisnasız olaraq hamı.
100 il sonra yenə də ötən əzəmətdən bir qadına belə bir qırıq üzük, bir kişiyə belə yatmış bir saat nişanası qalmayacaq indiki zənginlərdən. Çünki davamlılıq yoxdur. Çünki zənginlik bizim zənginlərə ağıl, mədəniyyət, nəciblik, məsuliyyət deyil, yalnız harınlıq gətirir. Sonu isə qanla bitir. Bu, tarix boyu belə olub. Qanlı yeldöyənlər başlayıb. Gələn gedəni məhv edib, gələn gedənə qənim kəsilib. Məzlumlar zalim yetişdirib. Zalimlər isə həm məzlumlara, həm də öz nəsillərinə, gələcəklərinə dənim kəsiliblər. Əlbəttə, məsələ nə üzükdə, nə saatdadır. Məsələ varislikdədir. Bu məmləkətdə niyə varislik yoxdur? Niyə davamlılıq yoxdur? Mən bu sualın cavabını axtarıram. Xata bizdədirmi? Coğrafiyamızdadırmı? Biz nə etməliyik?